mən həmişə yuxarı saat təmsilçisi olmuşam ki, insanların 50-60 dənə, 70 dənə, 100 dənə quşu var. Bunun gerək o, əgər arasında 40 dənə kəsiyi varsa, kötüyü varsa, onların tarixçəsi olmalıdır. Deməli, bunlar hamısı ağır saatla uçub kəsilib. 5 saatla, 6 saatla kəsilib saxlanırsa kötü kimi, biraz, mən üçün o biraz çətindir. Yəni, indi mən qədim adamam, keçmiş, 62 yaşım var hər halda. Göstərdiyim, bax, nə qədər burada kötüklər var, kəsiklər var, hamısının tarixini bir-bir danışım. Hamısı ağır saatla kəsilib, illərlə qorunub, baxılıb. Nə olmur ki, hələ bütün bulan bağlıları hamısı 100% ağır saatla uçmalıdır, belə olmur. Kuşu yoxlamalısan, baxıracan çıxmalısan heyvanatı, bu biraz, belə incə məsələdir. Əziz izləyicilər, hər birinizi xoş gördük. Biz hazırda Paytaxt Bakıda İskəndərov Etçimənin ünvanlayıq. 1961-ci ildəndir. Biz sizlərə Etçimənim haqqında daha maraqlı olaraq sujet hazırlayıb təqdim edəcəyik. Gəlin birlikdə Etçimənim dinləyək. Gözəl sujetimiz var. Bizdən ayrımının bir məlumatda çatınca dostlar. Kanalımıza abunə olmağı unutmayın. Davamlı videolarımız olacaq. Keçək inşallah izləyək. Qəhrəman, həmişə deyirlər ki, bu köhnə quşbazların da 62 yaşımız vardı, köhnə quşbazlara aiddir. Bax, kötü quşlar, köhnə Bakı quşları, kötü oyuncuklar, bax, belə həmişə. Yəni, bilmirəm məndə də bunlardan sən gerçəklər, zamana gedir, həyat, heyvanlıda qocalır, ölür. Ancaq yenə də o köhnədən mən saxlamışam. Yəni, bir göstərəcəm, baxarsınız. Bax, bunlar da oyuncuklar, əs ayaq çıplaqlar. Yəni, bax, bax, böyləsi, bax, bu da ondan. Bunlar da indi kötük kimidir. O da kötüklərə. Ata. Arasında bir dənə cavan çıxdı. Burada kim yağ var, Yəni, bir qəhrəman, elə olub ki, cavanlığımız indi quş saxlamaqdan keçib də, baxmadı, həvəskar olmuşuq. O, həmişə hamı qədim zaman maraqlandırır. Qədim zaman deyək ki, 70-ci illərdən bu yana, hələ 70-ci il öncə qədim zaman sayılır da, indiki cavanlar üçün, bizi üçün. Qədim zamanlarda veçerniyə gedərdik, bazara gedərdik, həqiqi də yaxşı quşlara rast gəlirdik orada. Yaxşı quşlar əldə edirdilər, cəmaat hamısı quş axtaran gedirdi. Quş, yaxşı quş o qədər çox idi ki, heç bilirsiniz, belə mümkün deyirdi. Olurdu, bunun püscanı da vardı, zəif saxlayan da vardı, o qədər xəstəliklər yayılmamışdı. O biraz şərtdir də, indiki zamanda biraz quşu dava dərmanla saxlayır, o vaxtı belə deyirdi. Quşun saatı deyəndə ki, gəlirdin,
kiminsə bir qapısına, dostun, qonşunun qapısına heç vaxt o sənə saat 12-də, 1-də quş uçurtmazdı. Yəni o kimin qapısına gəldin saat 12-də, 1-də sənə quş uçurtdu, durub çıxıb gedirdi ki, olmadı ki bu. Yəni quşu əzəldən atardılar, tezdən 9-10-un yarısı. Elə adamlar vardı 8-də də atırdılar da, özüm də atırdım belə, qaldırırdım 8-də, vaxt çatmırdı. İşimizi gücümüzə gedirdi, qaldırırdıq quşları, quşlar axşama gəlirdi, narahat olmurduq. 5-6 saat, yəni quşun saatı, mən həmişə yuxarı saat təmsilçisi olmuşam ki, insanların 50-60 dənə, 70 dənə, 100 dənə quşu var. Bunun gərək o, əgər arasında 40 dənə kəsiyi varsa, kötüyü varsa, onların tarixçəsi olmalıdır. Deməli, bunlar hamısı ağır saatla uçub kəsilib. 5 saatla, 6 saatla kəsilib saxlanırsa kötü kimi, biraz, mən üçün o biraz çətindir. Göstərdiyim, bax, nə qədər burada kötüklər var, kəsiklər var, hamısının tarixini bir-bir danışım. İllərlə qorunub, baxılıb, nə olmur ki, hələ bütün bulan ballar hamısı 100% ağır saatla uçmalıdır, belə olmur. Kuşu yoxlamalısan, axıracan çıxmalısan heyvanatı, bu biraz, belə incə məsələdir. Qəhrəman, həmişə belə bir sual verirlər ki, bəs bu dədə-babadan kötük quşlar verdir. Bax, bu kötük quşlar dədə-babadan bunlardır. Bunlar mənim quşxanamda çoxdurlar. Yəni, bu çox deyəndə ki, özümə görə çoxdurlar. Bax, bunlar köhnə qədimi 12 tüklərdir, zülümlə saxlanıb, qorulub. Əcdaha var. Azərbaycanda sərgilər olunmayıb, Rusiyyada çox olub. Sovetin vaxtı idi, bizim də cavanlığımız Moskva, Leningrad, Oryol, Tver. Bax, Tverdə, Oryolda, şəhərlərində, Rusiyanın şəhərlərində sərgilər keçirildi. Yəni, yarışlar yox. Yarışlar ümumiyyətlə poçtovalar üçün keçirilirdi. Belə quşlar üçün az keçirilirdi yarışlar. O vaxt dedilər, boynu, iqravı keçirdirdilər qapı arası. Ancaq sərgilər quşun ümumi vidini, yəni Bakı cinsini, məsələn, biz gəlirdi Bakı cinsinə baxmağa. Bizə marağı döyürdü çox, biz necə deyirdik, Rusiyanın quşları çox oynaq döyür. O Nikolayevskalar, Əsənlər, əsas onlar bizə maraqlı olmur. Bizə maraqlı oldu bizim Bakı cinsimiz. Biz də gəlirdik ki, Bakı cinsləri də hamısı sırf sərgilərdə, məsələn, göstərirlər, deyirdilər, bu Bakinski boynu. O vaxt Ruscan danışırdılar da, Bakinski boynu, sırf 13-10 kütük, sırf. Hərdən deyirdilər, dapuskayıtsa 14, yəni onlar 14 olsun, 14-15, bu redka olur həmişə. O redkəsə sırf 12-13. Ayaq dolaq, ayaq çıplaq, o vaxtı belə diqqətlə ona hamısı eyni cins sayılırdı. Belə də baxanda, elə bizim quşlarımız idi, hamısı gözəl də uçurdular, cins kimi tanınmışdılar. Siz Bakı cinsi cins kimi tanınıb. Biz də o ilə fəxr edirik. Əsasən, bax burada, Prospekt Nərimanovda, Prospektdə, indi Hüseyin Cavidli, aşağımız Sovetski, yuxarımız Yasamal, arxa batandar, yəni sırf quşbazların içində, sırf belə həvəskarlığın içində, müəllimi də, professori də, fəhləsi də, şofiri də, hamısı quş saxlayırdı. Çox maraqlı bir zamanə idi. Özüm də elə həmişə sırf elə 77-ci ildən sırf mən göyərçin saxlayıram. Həmişə də bu teritoriyada quşlarım olub. Biraz ciddiyəm belə məsələyə, yəni quşun sağlığı ilə çox möhkəm ciddilik edirəm. Yəni o maraqsız olur ki, o quş atası uçub, babası uçub, özü uçmasın, qənədim kəsək, adını qoyaq ki, bu ağır saat uçdu ya babası uçub, yox, ona o yazılmır. Özü uçmalıdır, dəftər kitaba yazılmalıdır, üzüyü vurulmalıdır. İndi o vaxt üzüyü yox idi, yazırdıq, özümüz üçün qeyd edirdik. Yəni kompüter yox idi, beynimiz hələ kompüter idi. İndi həmişə ciddilik olub. Yəni heyvanı saxlamaq üçün, yaxşı quş əldə eləmək üçün gərək həmişə öz quşxanada ciddi olasan.
Əsas da bax məsələ bu çox belə eşidirəm də görürəm də biraz bu quşun bütün ömrü, dövrü, yəni saatı, yaşamağı, uçmağı hamısı qənətlə bağlıdır. Yəni tüləklə bağlıdır. Tülək bu tülək təsnifi çox ağır bir mahiyyətdir quş üçün. Buna çox incəliklə yaxınlaşmaq lazımdır. Biz bilirik ki, bu quşlar ki, 10-cu qənədin 10-cu şapərin atanda tülək başlayır. Yenə o demək deyir ki, quşu uçurmaq lazımdır. Bax, 10-cu şapərin atdı, 9-u atdı, 8-i atdı, 7-ni atdı. Yavaş-yavaş yaxınlaşır baş şapərə. Cəmisi 3 dənə quşun baş şapəri var. Əvvəldən quş başlayır ki, tüləyə gelməyə. Biz tələsmirik quşun qənədini nə kəsməyə, nə çəkməyə, gözləyirik. Bax, gəlir elə ki, bax 8-ci, 7-ci şapərə, 7-ci şapərin ki, quş atdıya bala. Onda biz 3 şapərin ucundan 1 santidən kəsirik. Ki, bunun biz bilirik ki, quşun sümüyündə ilik yoxdur. İçində hava var. Onu kəsən kimi biz onun içinə havanı buraxırıq. Yəni, hava içinə daxil olur və necə deyirlər, bu 3 dənə şapəri ölümcül sala salır. Yəni, bu şapər solur. Bunu diri-diri dartmaq olmaz. 15 gündən sonra, 10 gündən sonra bu 3 şapəri dartırsan, buradan da bu 7 dənə şapər də yavaş-yavaş dəyişə doğru hamısı çıxıb da axırıncıdasan sən də, 7-cidəsən. O 3 dənə şapəri dartırsan, 7-ci ilə bir yerdə 4 dənə şapər birdən gəlir, heyvan özünü tutur, yəni normallaşır. Birdən-birə götürüb qənəd quyruq eləmək, heyvanı dartmaq ki, bütün qənədin ki, tez hazır olsun uçuşa, bəs biz bunun bədəninin tüləyin yaddan çıxardırıq. Ən birinci quşun tüləyi başlayır qoltuq altından. Qoltuq altında niyə başlayır quşun tüləyi? Yəni, yenə də biz qaydırıq təbiətə, biz gərək təbiətdən heç vaxt təbiətdən qırağa çıxmayaq. Bu quş yaranıb uzaq ölkələrə uçmaq üçün, qışda, yəni əsas payız vaxtlarında. Niyə bunun qoltuq altı, birinci tükü, qoltuq altı düşür tüləyə ki, heyvan rahat uça bilsin, quş uça bilsin. Ən biri tez zamanda olar. Sonra keçir bunun qənəd, biz yenə bayaq mən vurğuladım ki, qənəd 2 hissəyə bölünür. 10 şapər da biz bunu rahat həm yaşına baxırıq, həm heyvanın tüləyini güdürük. İkinci qənəd korpusa yaxın olan, bədənə yaxın, onlar 2-2 dəyişir qənədli. Yəni, quş olsaydı, mən rahat bunları göstərərdim. 2-2 dəyişir və tez əmələ gelir. Bir də istəyərdim vurğulayam ki, bu quşu çilməklə bunun tüləyə heç bir aidiyyatı yoxdur. Çox xahiş eləyərdim, yəni bilməyənlər bilsin, yəni bu elm yolundan da dakazası olunub ki, quşun suyun tüləyə dəxli yoxdur. Onda ördək gərək lüt kəssin, tüksüz kəssin, o düzdür. İntihası biz quşlar üçün çimərliyi düzəldəndə quşun bədənində ilişən tülək tükü tökülür suyun içinə, daha da rahatlaşır. Nə qədər quş üçün siz göyərçin üçün, çimmək üçün yay aylarında su qoysunuz, onun nə uçuşa aidiyyatı var, nə heç bir aidiyyatı yoxdur, ancaq sağlamlıqdır. Yoxsa mən deyir, su qoymuram, quş tüləyə düşür, ya istəyir, o elə şey yoxdur. Quş, ona görə mən həmişə demişəm ki, sentyabr-oktyabr balaları tüləyini üzü yaza saxlayır. Bax, fikir vermə, əgər fikir vermişsizsə, verməyəndə qoy fikir versin. Bax, sentyabr-oktyabr balasını götürsün, 45 günlük, 48 günlük başlayacaq, bunun 10-cu şapəri düşdü. İndi bax, fikir verin, gələcək çıxacaq mart ayında dayanacaq onun tüləyi. Mən çox fikir vermişəm. Ona deyirlər ikinci tülək, ikinci də tüləyə getdi. Axı bu sentyabra payıza hazır olmalıdır heyvan. Axı biz bunun əcdadı köçəridir. O dəqiqə tüləyini saxlayır ki, bu tüləyini saxlasın ki, bu mart ayından o avqust ayında tüləyin qutarsın. Yəni 4 ay, 5 ay vaxt lazımdır quşun tüləyinə. Ona görə ki, yenə də vurğulamaq istəyirəm ki, suyun tüləyə heç bir çimməyin dəxli yoxdur, qətiyyətliklə. Heç müəllim,
Göyərçinlərin bala alınması ilə bağlı məsləhətinizi, yəni istərdim ki, bax o barədə məlumat verərdiniz, zəhmət olmasa. Əsaslar. Qardaş, bu əsas məsələlərdən biridir. Quşların törənməsi, bala verməyə, yuva qurmağa əsas məsələlərdən biridir. Ümumiyyətlə, yəni mən yenə göz praktikamdan danışıram, elm də bunu göstərir. Bütün heyvanat, ümumiyyətlə, təbiətdə, ümumiyyətlə, yaz ayında yuva qurur, bala verir. Hamı bilir ki, bu qış ayında heç bir təbiətdə quş aləmi redki olan bir quşlardır, növlərdir. O da bizə aiddir, Sibirə aiddir, onlar yəni bala verir. Ümumiyyətlə, mən yenə deyirəm də, həm elmi yolla, həm belə öz fikrimcə, mən quşdan bala alıram fevral ayında. Fevralda çıxan bala sentyabra çox rahat çıxır. Həm tüləyinə əlaqədər, həm bunun biz bilirik ki, 18 gündən sonra yumurtadan 18 gün maya oturandan sonra 18 gündən sonra bala çıxır. 33 günlük bu birinci dəfə başlayır özü sərbəstdən götürməyə. 48-45 günlük 10-cu qənədinin 10-cu şahpərini atır. Yəni, fərqi yoxdur, ya qoltuq altından sayırıq, ya baş şahpərindən, baş şahpərindən sayılır. Ona görə biz bilirik ki, qənəd 2 hissəyə bölünür. Köməkçi hissə qoltuğa yaxın, korpusa yaxın, bir də 10 dənə şahpər çiğdən böyüyə gedən. Birinci 10-cu şahpər qənədində quşun yəni ağlı kəsən, uçmağa hazır olan və gözünün bulanlığının çəkilmək maqamı olur. Quşun şahpərin atmamışdan qabaq gözü bulanlıq olur. O görmür yaxşı. Bax o 10-cu şahpər düşəndən sonra hərdən 9-cu şahpərdə də olur. Göz təmizlənir, quşun gözünün bulanlığı çəkilir və bu vaxtda biz quşun məşqinə başlayırıq. Fevral balasıdır, fevralda çıxan göyərçin balasıdır. Bu gəlir, çıxır yaxşı maqama aprel ayına. Bax, mart, aprel ayında yavaş-yavaş apreldə başlanırsa bunu xırda-xırda tərpətmək düzdür. May ayı biraz ağır, dərin gedən quşlar üçün, biraz bağlar üçün bək gedən, tez itən gözdən var belə ballar ki, tez gedirlər, mən onları tez güdürəm. Onlardan biraz ehtiyatla və ümumiyyətlə yay ayında maya erkəklər ayrılmalıdır. Mütləq. Bu robotdur, bu dəzgahdır, bu nə, bu yəni maşın deyir ki, bu il boyu broiler deyir, il boyu yumurta versin. Bunun 2 partiya bala alındı, erkək mayalar alındı, getdilər istirahətə. Vitaminin verirsən, kalsiyin verirsən, yeməyin verirsən, öz cinsi seçkivi edirsən ki, bu cinsi bu ilə gələn dəvə vuracam, işini tamamlayırsan, dəftər kitabı yazırsan, baxırsan, bu filənkəs buna yaraşır, bu filənkəs, o vaxtı balalar erkəkləşir, mayalar kütləşir, düzəlir əməlli başlı. Sən seçimi verir bilirsən, mütləq maya erkək ayrılmalıdır. Yəni, sırf quşxananın içində il boyu bala almaq düzdür. Quşun zəifləməyə gətirir, quşun bədənin kalitesi gedir, ona görə mayalar tez qocalır, uçmaq istəmirlər, ondan çıxan balalar da zəifləyir. Nə olar babası, atası, ulu babası ağır saat uçub. Belə, bax, quşlar da belə əldən gedir. Ona görə istirahət, yenə də istirahət. Uçuş vaxtı, məşq vaxtı al canlı, uçur. Küləkdə də uçur, küləksiz də uçur, məşq elə, quşlarımı çıxart sentyabra.